Çox sağ olun. Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV-də AFFA U11 Liqası Azərbaycan Qartalları Respublika Olimpiya Futbol Məktəbi görüşü sizlərə təqdim olunur. Oyunu Cavanşir Hüseynli idarə edir. Komandaların heyətləri ilə tanış. Qapıya zərbə və top. Qapıdan keçir, görüşün 10-cu saniyəsində artıq hesab açılır. Hüseyin Hüseynzadə topu qapıdan keçirir. Onu da qeyd edim ki, bu Gol TV-də bu mövsüm vurulan ən erkən gol kimi tarixə düşür. Ümumilikdə Gol TV-nin fəaliyyəti ərzində ən erkən gol 8-ci saniyəyə təsadüf etmişdi. Qarabağın futbolçusu Hüseyin Novruzlu Sabahın qapısına 8-ci saniyədə yol tapmışdı. 2 saniyə gec gol vurur Hüseyin və bu cür gözəl gol alınır. Komandaların heyətləri ilə sizi tanış edirəm, maraqlı hadisələr izləyirik. Artıq qeyd edim ki, erkən gol vuruldu. Rofum daha bir hücumda əli qapıya zərbə, Yusif topun qarşısını kəsir. Biz belə görünür heyətlərə nəzər sala bilməyəcək. Bəli, indi vaxtıdır. 99 Məsud Aslanov, 20 Sabir Abdullazadə, 6 Səid Dövlətov, 8 Nihat Nüsrətli, 7 Hüseyin Hüseynzadə, 9 Əli Bənnayev, 55 Əli Cəfərov, baş məşqçi Pərviz Gözəlov, digər futbolçular 88 Oktay Səmilli, 10 Zaur Həsənli, 4 Zeyd Sarıoğlu. Bürhan topladı. Qartalların heyətini sizə təqdim edirəm. 1 Yusif Məmizadə, 17 Müstəcib Yusifli, 7 kapitan Bürhan Əliyev, 8 Hakan Kərimli, 9 Məhəmməd Rızayev, 15 Kənan Quliyev, 16 Ertoğrul Nadir. Bürhan topladı. Bəli, top meydanı tərk eləmişdi. Baş məşqçi Anar Qasımov. Meydana daxil olan futbolçu olarsa onu da sizlərə təqdim edəcəm. Hüseyin daha bir içəriyə doğru ötürmə, meydançada ikinci top var. Bəli, indi onu meydançadan uzaqlaşdırırlar. Məhəmməd top meydanı tərk etmişdi. Müstəcib Qartallar topu uzaqlaşdırmağa çalışır. Əli Hüseyin qapıya baxdı və hər şey burada Azərbaycan Qartalları üçün yaxşı qurtarır. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Hüseyin Hakan Məhəmməddən topu aldı. Geriyə Ertoğrulun ötürməsi keçmir. Müstəcib topu meydanda saxlaya bilir. Ötürməsi yaxşı alınmır və Rofum daha bir gol vurur. Hüseyin Hüseynzadə özünün və komandasının ikinci qoluna imza atır. Geriyə ötürmə ünvanına çatmır. Hüseyin yaxın küncə dəqiq zərbə indirir. Altdan top oyuna daxil edildi. Əli Hüseyin bugün meydanın fəal futbolçulardan biri. Bürhan araya girdi. Sürəti hesabına və küncdən zərbə. Müstəcib topu oyuna daxil edəcək. Firdovsi Quliyev bugün Anar Qasımovun köməkçisi kimi meydançadadır. Müstəcib yaxın küncə göndərmişdi. Bürhan yenidən Müstəcib qapıya zərbə indirir. Müdafiəçilər bu topun qarşısını kəsir. Ertoğrul alt atışını yerinə yetirir. Qapıya zərbə, Məhəmməd Məsud yerindədir. İrəliyə oynayır Ertoğrul. Ötürmə, Bürhan qapıya zərbə. Azərbaycan Qartalları buraxılan qollardan birinin əvəzinə çıxır. Ertoğrulun ötürməsindən sonra Bürhan Əliyev fərqi minimum endirir.
Artıq oyun daha da maraqlı olmağa başlayır. Golun təkrarını bir daha izləyirik. Bürhan bu cür gol sevinci yaşayır. Sabir. Nihat. Ertuğrul geriye oynuyor. Müstecep. Yusif. Qeyd edim ki, bugün AFFA U11 liqasında daha bir turun mərkəzi oyunu sizlərə təqdim olundu. Sabah Ulduz görüşü olduqca maraqlı keçdi. Sabir topu oyuna daxil edəcək. Yox, Səid irəli oynayır və daha bir gol vurulur. Əli Cəfərov. Rofum yenidən fərqi 2 topa çatdırır. Hüseyin. Cəfərov. Bu görüşdə onun bir qolu var. Geri götürmə. Nihat. Ertuğrul topu aldı. Bürhan. Bürhan bir rəqibini keçdi amma Nihat yaxşı oynadı bu epizodda. Məsud yaxınlıqda olan komanda yoldaşına ötürmə verir. Sabir, Hüseyin öz cinahı ilə oynayır. Bənnayev keçdi rəqibini. Məhəmməd out. Ertuğrul. Hüseyin onun çevrilməsinə mane olur. Out. Rofum topu oyuna daxil edəcək. Hüseyin. Bənnayevlə oynayır. Bənnayev topu itirmədi, qapıya zərbə. Rofum daha bir gol vurur. Əli Bənnayev. Hüseyin Hüseynzadənin məhsuldar ötürməsini izləyirik. Bürhan. Qapıya zərbə amma top qapıya daxil olmur. Oktay son anda topu qapıdan çıxarır. Daha bir zərbə Bürhandan gəlir. Bugün Gol TV'də U11 liqasının daha bir mərkəzi oyunu sizlərə təqdim olunacaq. Neftçi Sumqayıt qarşılaşacaq. Qapıya daha bir zərbə. Hüseyin Hüseynzadə bu görüşdə xəttirik edir. 3-cü golunu vurur. Təkrarı izləyirik. 7 nömrəli oyuncu bu cür gol vurur. Hüseyin. Zaur ötürdü, qapıya zərbə. Daha bir gözəl golu izləyirik. Zeyd Sarıoğlu. Bu gol bizə Almanya Bundesliqasında vurulan gollara xatırladır. Qeyri-adi gol sevinci yaşayır. Yay çıxıbdı oxdan mahnısı. Bir anlıq yadımıza düşür. Müstecep topu oyuna daxil edir. Məsud. Hüseynlə oynayır. Hüseyni artıq meydanın hər mövqeyində görmək mümkündür. Qapıya zərbə indirir və küncdən zərbə. Beləliklə, hörmətli futbol azarkeşləri qısa faizliyə ayrılır. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri, Azərbaycan Qartalları Respublika Olimpiya Futbol Məktəbi görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. Ümid edirik ki, ikinci hissə daha maraqlı keçəcək. Sərbəst zərbə təyin olunur. Qapıya Cavanşir Hüseynli. Amma birbaşa
qapıya göndərmək olmaz. Bu topu 2 toxunuşlu ötürmə olmalıydı. Hakimdən işarə gəlir müstəcib və top heç kimə toxunmayaraq qapıya daxil olur. Hakim bu qolu qeydə almayacaq. Bəli, zərbəni indirən oyuncuya da əvvəlcədən məlumat verilməli idi bu haqda. Bürhan. Müstəcibin vurduğu qol qeydə alınmır. Qayda pozuntusu yenidən yəqin ki Müstəcib. Bu dəfə də 17 nömrəli oyuncu qapıya zərbə indirəcək. Belə hakim az öncəki epizodu artıq aralarında danışdılar. Qapıya zərbə və top qapının üstündən keçir. Outdan Azərbaycan qartalları topu oyuna daxil edir. Hakan. Rəqibin 2 oyuncusu ona qarşı mübarizə aparırdı. Əli Bənnayev ötürdü. Adaşı Cəfərova. Müstəcib topu oyuna daxil edir. Bürhan. Bürhan topu itirmədi. Bürhan sol ayaq ilə uzaq küncə dəqiq zərbə indirir. Azərbaycan qartalları daha bir gol vurur. Bürhan Əliyev. O bugün 2 gola imza atıb. Golun təkrarını da izləyirik. Bugün vurulan golların ikisinin məhsullar ötürməsi outdan olub. Bənnayev ötürməsi Zeyd istiqamətində, amma qapıcı Yusif topu qazanır. Bürhan qapıya baxdı, amma ona zərbə vurmağa mane olurlar. Bürhan ötürmə verməyə də imkan tapır, amma Bənnayev. Bürhan fəallıq göstərir və hakim qayda pozuntusu qeydə alır. Zeyd. Amma hücum yarımçı qalır. Ertuğrul ötürməsi. Yenidən Ertuğrul və daha bir gol vurulur Hakan. Məhəmməd Rızayev. Məhsuldar ötürmə verir bu epizodda. Ertuğrul Nadir. Daha bir gol vurur. Vurulan golun təkrarı bizə bir daha təqdim olunur. 16 nömrə. Sabir. Səid irəli vurur topu. Bürhan. Bürhan daha bir zərbə qapçı. Məsud. Yenidən Bürhan zərbə. Səid dəyər top hakim davam edir. Bürhan qarışıq bir vəziyyət var. Qapıya zərbə. Qapçı Məsud. Qarışıq bir vəziyyət yaranıb. Bənnayev topu uzaqlaşdırır. Müstəcib. Hüseyin. Onun qarşısında Müstəcib içəriyə ötürmə. Ertuğrul zərbə vurmağa mane olurlar. Səid topu uzaqlaşdırır. Yusif. Hüseyin. Bənnayev qapıya zərbə. Top tinələrək oyuna qayıdır. Daha bir zərbə. Əli inanılmaz anlar izləyik. Bu gol imkanından yararlanmaq mümkün olmadı. Ertuğrul. Zərbəsi və daha bir gol vurur Azərbaycan qartalları ard-arda vurulan 3 gol. Geri dönüş mü gəlir? Firdovsi Quliyevi gördük. Bugün oyunu izleyenler arasındadır. Neftçinin U8 komandasında çıxış edən bir oyuncudur. Daha bir qarışıq bir vəziyyətdən istifadə etmək mümkün olmadı. Ertuğrul sürət edir. Ertuğrul topu itirmək fikrində
deyir. Allahca hərəkətlər rəqibin iki futbolçusunun qarşısını kəsməyə çalışırdı. Hakan ötürdü. Out. Və cərimə zərbəsini Azərbaycan qartalları yerinə yetirəcək. Hakan və Müstəcib topun gerisində ötürmə, Müstəcib və Hakim. Zərbənin yenidən yerinə yetirilməsini istədi. Və qapıya zərbə. Səid istiqamət vəziyyətdən topu oyuna daxilir və bu epizodda Yusif və Müstəcib bir-birlərindən başa düşürlər. Top qapıya daxil olur. Ümumilikdə bugün hər iki komanda yaxşı oyunla yadda qalır. İstər Azərbaycan qartaları, istər Rofun. Futbolçular bugün əllərindən gələn etdilər. Ertuğrul qapıya zərbə, Bürhan. Bu gol olsaydı daha maraqlı görüş izləyə bilərdik. Cəfər o topu uzaqlaşdırır. Cərimə zərbəsini Ertuğrul yerinə yetirəcək. Sol ayağa təhlükəli zərbələri var, amma azacıq dəqiqliyi çatmır. Qeyd edim ki, bu oyundan sonra AFFA U11 liqasında daha bir maraqlı görüş sizlərə təqdim olunacaq. Neftçi Sumqayıt üz-üzə gələcək. Hüseyin qapıya zərbəsi, qapçı, daha bir zərbə, Bəlmayev top. Qapı dirəyə deyərək meydanı tərk edir. Özü də bu epizodun açıqlığına inana bilmir. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Oyunun ən yaxşısı Azərbaycan qartallarından 7 Bürhan Əliyev, oyunun ulduzu isə Respublika Olimpiya Futbol Məktəbinin 7 nömrəli futbolçusu Hüseyin Hüseynzadədir. Hər komandadan bir nəfər. Artıq görüşün sonları yəqin ki, son hücumdan sonra oyun başa çatacaq. Əgərləri hər hansısa bir qüsura yol verdimsə üzrü sayın. Görüş başa çatdı. Rofumun oyununda bu mövsüm ilk dəfədir iştirak edirdik. Buradan Bürhan Əliyevə demək istərdim ki, Gol TV-ni nə zaman görmək istəsə əvvəlcədən bizə məlumat versin. Sağ olun, ümid edirik ki, hər kəs oyundan razı qaldı. Əla uşaqlar.